Salam 10-cu 11-ci siniflər. İmtahanlarınızda qarşınıza çıxa biləcək mükəmməl bir sual nümunəsi. Verilən sual nümunəsində deyir ki, 30 dərəcəli bucağı qarşısındakı tərəfi 20 olan üçbucağın böyük tərəfinin ala biləcəyi mümkün ən böyük qiyməti tapın. Deyir ki, üçbucaq verilib. Hər hansısa bir random üçbucaqdır. 30 dərəcəli bir bucağı var. Bunun qarşısındakı tərəfi 20. Verilən bu üçbucağın böyük tərəfi, məsələn bu tərəfi, ala biləcəyi ən böyük qiymət neçədir? Bilmirəm. X dedim və görürəm bir tərəf var, qarşısında bucaq var. Bir tərəf var, qarşısına bir alfa bucağı yazdığım zaman iki tərəf və iki bucaqdan söhbət gedirsə sinuslar teoremidir. O zaman nə edirəm? X bölünsün bunun alfası. Baxın, alfanın sinusu yazdım. Sinus alfa bərabərdir. 20 bölünsün sinus 30. Bunu qeyd elədim. Artıq bilirik ki, sinus 30 2-də 1-dir. Çarpaz vursam, x vurulsun sinus 30 2-də 1 olduğu üçün vur 2-də 1 bərabərdir. 20 vurulsun sinus alfa. Bütün misalı 2-yə vurduğumuz zaman olacaq x bərabərdir. 2-yə vurduğumuz zaman 2 ilə 2 ixtisar getdi. 2-yə vurduğumuz zaman olur 40 vurulsun sinus alfa. İndi gəldik filmin həyəcanlı hissəsinə. Ən böyük tərəfdən söhbət edir deyə, bu tərəfin ən böyük qiymətini tapmağımızı istəyir deyə, biz bilirik ki, sinusun ən böyük və ən kiçik qiymətləri -1 və 1-dir. Ən böyük tərəf almağını istəyirsə, bunun ən böyük tərəf mümkün qiymətini istəyirsə bizi, o zaman sinus alfanın yerinə 1 yazdığımız zaman 40 vurulsun 1, o da olacaq 40. Alfada nə olmalıdır? 90 olmalıdır. Yəni, x-in ən böyük qiyməti olar 40. Bu qədər bəsit.